Bu videoda sizlerle birlikte bu ilin en çok dikkat çeken modellerinden biri olan A37 modeline daha yakından bakırıq. İlk əvvəl telefon dizaynı ilə icmalımıza başlayaq. Telefonda ilk diqqəti çəkən məqam onun ölçüləri və qalınlığıdır. Telefon 162,9 mm uzunluğa, 78,2 mm genişliyə və cəmi 7,4 mm qalınlığındadır. Telefon əldə tutuş hissiyatı olaraq çox gözəldir. Həm arxa şüşəsi, həm də ön şüşəsi Corning Gorilla Glass Victus Plus ilə qorunur. Təəssüflər olsun ki, orta hissəsi, yəni karkası plastikdən hazırlanıb. Belə bir telefonun karkasının plastikdən olmasını mən çox da bəyənmədim. Metal çərçivə olsaydı daha gözəl olardı. Telefon IP68 sertifikatı ilə həm suya, həm də toza qarşı dözümlülüyü var. 1 metr yarım suda 30 dəqiqəyə qədər qala bilir. Telefon daxilinə su keçərsə, telefon rəsmi zəmanəti bunu qarşılamır. Bunu da unutmayın. Telefon sağ hissəsində on-off düyməsi, səs artırıb azaltma düyməsi, aşağı hissəsində dinamikləri, mikrofon, USB Tip-C girişi və 2 sim kart girişi var. Təəssüflər olsun ki, telefon yaddaş kartı dəstəyi yoxdur. Yəni seçəcəyiniz modelin 128 və ya 256 olmasına diqqət edin. Arxa hissəsinə baxdıqda isə yuxarı hissədə üçlü kamera blokunu və yanında isə LED flaşı görürük. Telefon 4 fərqli rəng seçimi ilə gəlir. Ağ, qara, bənövşəyi və yaşıl rənglərdə. Telefon 5G dəstəyi var. Wi-Fi 6, Bluetooth 5.4 kimi ən son yeni texnologiyaları dəstəkləyir. USB Type-C girişi isə 2.0 versiyasındadır. İndi isə gəlin istifadəçinin hər saniyə təmasda olduğu ekranla nəzər salaq. Cihazda 6,7 düymlük Super AMOLED ekran panelindən istifadə olunur. 120 Hz yenilənmə tezliyinə sahib olan bu ekran 110,2 kvadrat santimetrlik bir sahəni əhatə edir. Bu ekranın korpusa olan nisbəti isə 86,5%-dir. Yəni ekran ətrafındakı çərçivələr xüsusən də alt tərəf müasir flaqmanlar qədər incə deyil. Ekran piksel sıxlığına baxdıqda isə 1080-in 2340 piksel nisbəti, 19,5-ə 9 formatı və təxminən 385 ppi piksel sıxlığı təklif olunur ki, bu da vizual kəskinlik baxımından tamamilə kifayətdir. Ekran üzərində yerləşdirilən şüşə Corning Gorilla Glass Victus Plus ilə qorunur və bu şüşə Mohs sərtlik şkalasında level 5 səviyyəsində qorunma təmin edir. Yəni cibinizdəki açar və ya qəpiklər telefonunuzu rahat şəkildə cıza bilməyəcək. Yenə də ehtiyatla istifadə edin. Ekranın normal parlaqlığı 1200 nitsə qədər qalxa bilir. Pik nöqtədə isə 1900 nitsi görür. Yəni ekranı günəş şüalarının altında belə rahatlıqla görmək olur. Görüntülərdən də gördüyünüz kimi ekran barəsində istifadə zamanı heç bir narahatlıq hiss etmədim. Hər şey qaydasında. Parlaqlıq, istifadə rahatlığı və görüntü keyfiyyəti çox gözəldir. Keçək telefonun performansına və texniki göstəricilərinə. Telefonun daxilində Samsung istehsalı olan 4 nanometr texnologiyası ilə hazırlanmış Exynos 1480 chipsetindən istifadə olunur. Bu prosesor 8 nüvəli, 4 ədəd nüvə 2,75 GHz tezliyində işləyən yüksək performanslı Cortex A78, digər 4 ədəd nüvəsi isə 2 GHz tezliyində işləyən səmərlilik yönümlü Cortex A55 nüvələridir. Qrafik işləri isə AMD arxitekturasına əsaslanan X-Clips 530 GPU-suna həvalə edilir. Yaddaş seçimlərində isə qutudan 6 GB RAM, 128 GB daxili yaddaş, 8 GB RAM və 256 GB daxili yaddaşlı seçimləri çıxır. Mənim seçimim 8 GB RAM, 256 GB daxili yaddaşlı olan modeldir. Çünki uzun müddətli istifadə üçün bu yaddaş seçimi daha məqsəd uyğundur. Yaddaş texnologiyası olaraq UFS 3.1 texnologiyasına istifadə olunur. Bu texnologiya normal yazma və oxuma sürətinə malikdir. Telefonda ən diqqət çəkən çatışmamazlıqlardan biri onun yaddaş kartı dəstəyinin olmamasıdır. Yəni telefon alarkən seçim edəndə yaddaş məsələsini diqqətinizdə saxlayın. Telefon oyun testində də normal performans göstərir. Təxmini 30 dəqiqəlik oyun oynadıqda telefonun arxa hissəsində çox da ciddi qızmalar hiss etmədim. Ancaq oyunun qrafikası standartda idi. Əgər oyun qrafikalarını yüksəkdə oynadıqda bu qızmalar biraz daha artıq olur və telefonun işləməsinə təsir göstərir. Əgər sırf oyun üçün bu telefonu almaq istəyirsinizsə, başqa modellərə yönəlməyinizi məsləhət görürəm. Bu telefon daha çox gündəlik istifadədə və kamera özəlliklərində daha yaxşı performans göstərir. Proqram təminatı tərəfində isə vəziyyət tam olaraq fərqlidir. Telefon Android 16 və One UI 8.5 interfeysi ilə gəlir. Ən son interfeys yenilənməsini alan bu telefon demək olar ki, çox axıcı bir şəkildə işləyir. Samsung rəsmilərinin verdiyi məlumata görə A37 modeli 6 böyük Android yenilənməsini alacaq. Son çıxan modellərdə uzun müddətli əməliyyat sistemi yenilənmələrinin alması demək olar ki, standartlaşmağa başlayıb. Bu çox gözəl bir göstəricidir. Kamera blokuna keçdikdə isə bizi burada üçlü sistem qarşılayır. Əsas kamera 50 megapiksel f1.8 diafraqma genişliyində 1/1,56 düymlük sensor ölçüsünə və 1 mikrometr piksel ölçüsünə sahibdir. Kamerada fazalı avtofokus və optik şəkil sabitləşdirici, yəni OIS mövcuddur. İkinci kamera 8 megapiksellik ultra geniş bucaqlı kameradır. f2.2 diafraqma, 16 mm fokus məsafəsi və 1/4 düym sensor
və 1.12 mikrometr piksel ölçüsü ilə təmin edilib. Üçüncü kamera isə 5 megapiksellik makro kameradır. F2.4 diafragmaya malikdir. Kamera sistemində LED flash, panorama və HDR funksiyaları mövcuddur. Telefonun kamerasını test etdikdə gündüz çəkilişləri normal, bəzi yerlərdə isə gözəl nəticələr əldə etdim. Ancaq gecə çəkilişlərini çox da bəyənmədim. Sizlər də çəkdiyim nümunələri nəzər sala bilərsiniz. Gündüz çəkilişləri çox gözəldir, rəngləri, canlılığı, parlaqlığı yerindədir. Ancaq gecə çəkilişlərində çox da keyfiyyət görmədim. Telefon video çəkiliş keyfiyyəti olaraq maksimal 4K 30 FPS keyfiyyətində videolar çəkə bilir. Təəssüflər olsun ki, belə bir modeldə 4K 60 FPS-lik video çəkiliş keyfiyyəti yoxdur. Video çəkilişlərini daha çox Full HD və 60 kadrda etdim. Ön tərəfə keçdikdə isə 12 megapiksellik tək bir selfie kamerasını görürük. F2.2 diafragma genişliyində 1/3.2 düym sensor ölçüsünə sahib və 1,12 mikrometr piksel ölçüsü var. Ön kameranın video performansı maraqlıdır, çünki o da 4K-da 30 FPS video çəkə bilir. Hal-hazırda görüntünü və səsi A37-nin ön kamerasından eşidirsiniz. Ümumiyyətlə, ön kamerada 60 kadr çəkiliş yoxdur. Ön kameranda gecə çəkilişləri çox da yaxşı deyil, amma gündüz çəkilişləri normaldır. Telefonun stereo səs dəstəyi mövcuddur. Lakin 3,5 mm'lik qulaqlıq girişi yoxdur. Adapter ilə qulaqlıq girişi eyni yerdən, yəni Type-C girişindən istifadə olunur. Telefonun təhlükəsizlik tərəfinə baxdıqda isə ekranın altına yerləşdirilmiş barmaq izi sensoru və ön kamera ilə tənzimlənən üz tanınma mövcud. Telefonun daxilində 5000 mAh-lıq litium polimer bateriyadan istifadə olunur. Bu bateriyanı 45 W'lıq sürətli zaryadka ilə doldurma olur. Rəqibləri 67-120 W'lıq şarj sistemlərindən istifadə etsə də, Samsung hələ də 45 W'da qalmaqda davam edir. Üstəlik qutudan adapter başlığının çıxmaması da istifadəçiləri əlavə xərcə salır. Telefon bateriya hissəsində ən çox diqqətimi çəkən şey Samsungun bateriya dövriyyəsinə 1200 dəfəyə qədər zəmanət verməsidir. Bu da uzun müddətli istifadədə telefonun bateriya tutumunun çox da tez aşağı düşməyəcəyini göstərir. Gündəlik istifadədə telefon bateriyası bir günü rahatlıqla çıxarır. Aktiv istifadə etdikdə isə 10-11 saat arası bateriya tutumunu əldə etdim. Ümumi olaraq yekunlaşdırsaq, Samsung Galaxy A37 modelində plastik çərçivələrdən istifadə olunması, video çəkilişlərində 4K 60 FPS-in olmaması, uzun müddətli istifadədə qızan və performansı aşağı çəkən Exynos prosesorundan istifadə olunması bu telefonun ümumilikdə mənfi xüsusiyyətləridir. Digər tərəfdən şüşələrin Corning Gorilla Glass Victus Plus ilə qorunması, 120 Hz AMOLED ekran panelinin olması, 1200 nits'ə qədər ekran parlaqlığının qalxa bilməsi və uzun müddətli, yəni 6 illik Android yenilənmələrini alması bu telefonun üstün tərəfləridir. Və sizlər necə düşünürsünüz? Bu göstəricilərə görə bu telefonu seçməyə dəyərmi? Öz fikirlərinizi şərhlər bölməsindən paylaşa bilərsiniz. Növbəti videolarda görüşənədək.